Salam əziz dostlar, bugün sizə termostat haqqında video təqdim etmək istəyirəm. Termostat Danfoss Basic Plus firmasındır. İstehsalat əlbəttə ki Kitay, Çində, amma çox keyfiyyətli bir maldır. Deməli, sadə rozetkanın, yəni korobkasına yerləşdirilir. Kvadrat şəklində bir termostatdır. Burada yandırıb, ümumiyyətlə pitaniyanı yandırıb söndürmək knopkası var. Baxın, beləncə basmaqla yanını söndürmək deməkdir. Və burada belə bir işarə çıxır. Yəni termostat ümumiyyətlə pitaniyaya gəlir, amma işləy vəziyyətdə deyil. Bir də bu termostatda belə də 220-dən işləyir, 2 çıxışı var. Sadə belə deyək də, rus dilində normalno открытый, normalno закрытый gedir. Azərbaycanca sadə variantda, yəni vaxtda bağlı və sadə vaxtda açıq çıxışları var 2 dənə. O da nə deməkdir? Bu əsas bu yəni belə deyək, orada termoqalovka var. İndi göstərəcəm sizə kollektorda. Onlar 2 cür olur. Sadə açıq və sadə bağlı. Hal-hazırda bizdə sadə bağlıdır və bu variantdan danışacağam. Deməli bu termostat bizdə nə rol oynayır? Həmin o termoqalovkanı açır və bağlayır. Hal-hazırda bizdə otaqda 26 dərəcə temperatur var. Biz isə bunu temperaturu qoymuşuq 30 dərəcəyə. Ona görə də burada belə bir işarə var. Yəni termostat relə birləşib və isə nədir onun adı? Termoqalovka açıq vəziyyətdədir. Və isti su, yəni konturda olan isti su dövr edilir. Açıq şəkildədir və toplu pol, belə deyək ki, loru dildə desək, işləyir. Bu temperatur, yəni bu göstərilən temperatur bizə lazım olan dərəcəyə çatanda termostat reləni ayırır və toplu pola isti su getmir. Bununla biz nə alırıq, nə qazancı alırıq, otaqda, həmən otaqda, koridor olsun, hamam olsun, otaq olsun, fərqi yoxdur. Eyni temperatur həmişə olur. Yəni, məsələn, plus minus yarım dərəcə, 1 dərəcə ola bilər də fərq. Evet, o da nədən asılıdır? Verdiyiniz, toplu pola verdiyiniz suyun temperaturundan asılıdır. Çox verəndə 1 dərəcə yarım zat belə fərqi ola bilər. Çünki bu söndürən kimi axı yenə də çaşkadan istilik gəlir. Ona görə və davam edir də qızdırmağa evə. Amma plus minus belə deyək yarım dərəcə, 1 dərəcə fərqi ola bilir. Yəni çox belə bir komfort bir hava yaradır da bu termostat. Çox evlərdə məsələn bu qoyulmur. Bu biraz bahalı sistemdir, yəni qoyulmur da, çox usta qoymur, məsləhət də vermir eviyyəsinə də. Və onunla necə olur? Toplu pollar başdan ayağa indi moddur, toplu pol qoymaqda evlərə də, bütün evlərin hər yeri, yataq otaqları, zalı, zadı, hər yeri toplu polla isidirlər də indi. Və bu termostat olmayanda, məsələn, 1 dərəcəyə qoyulur kombidə, tutaq ki, 50-yə məsələn də, belə deyək də, və məsələn 50-yə qoyulub, bu günləri də gördüyünüz kimi gün çıxıb da, yəni hava çox normal istidir də və siz qoyduğunuz 50 dərəcə temperaturda olanda o artıqlaması ilə istiliyi verir və evdə nəfəs almaq olmur, çox isti olur da, məsələn. Evet. Birinci növbədə hava quruyur, nəmişliyi çox az olur, o da çox ziyandır adama. Baş ağrı verir və sair xəstəliklər əmələ gəlir də. İminə ona görə bu termostat qoyulmalıdır ki, yəni
hava otaqda çopul pol başdan ayağa çopul pol olan yerlərdə peregrev olmasın. Yəni artıqlaması ilə istilik olmasın. Məsələn, indi mən 30-a qoymuşam ki, sistemi qızdırım da. Amma əslində evdə 25-26 dərəcə tamam polnu bəsdir də. İndi 25 dərəcəyə qoymuşam. Baxarsınız ki, bu sönəcək. Relay ayrılacaq. Gördünüz? Çünki indiki 25 dərəcəyə mən qoymuşam. 26 dərəcə yarımda indi hava istidir də. Yəni belə deyək. Artıqlaması ilə yəni bu 1 dərəcə yarım istidir hava. Biz qoyduğumuz temperaturdan. Çünki çöldə gün var. Biz niyə qızdırmalıyıq indi bu çoklu polu? Axı onsuz da yəni 26 yarım varımızdır da. Başa düşürsünüz? Bax belə. İndi gəlin balkona çıxaq. Ya hamamı göstərim, ondan sonra balkona da çıxacaq. Bu da hamamda ümumiyyətlə hamamı göstərim. Hamamda olan termostatdır. Bu da baba hamamda kafildir deyən bir balaca 1 dərəcə fərq var koridorla buranın arasında. Deməli 25 dərəcə yarımdır. Biz qoymuşuq 30-a da məsələn, ona görə də işləyir. Bunu da bir dənə azaldırıq. 24-ə qoyduq. İndi bu da sönəcək. Relay ayırdı kontaktları və burada indi hal-hazırda su gəlməyəcək. İndi isə bu da 3-cü termostatımızdır. Deməli zalla kuxna birləşikdir, oranı təmizləyir bu. Bu da bizdə qoyulub 30-a, yenə də 27 yarım varımızdır. Yəni 27, burada pəncərə var deyənə çöldən isti daha da çox gəlir. Ona görə də 27 dərəcə yarım istiliyi var evdə. Amma hal-hazırda görürsünüz qoşulub. Gedəyim balkona. Bu da balkonda mən yığdığım sistemdir. Həmişəki kimi Baxi kombisi və dəngə qabı və bu cürə sistem. Dəngə qabı bizə nəyə lazımdır? Çünki mənzildə çoplu poldan əlavə radiatorlar da var, ona görə. İsti suyu ayırmaq üçün. Bura birbaşa bu konturlar, nasos, radiator seksiya şeylərinə, konturlarına baxır. Bu birbaşa gedir. Yəni götürür suyu dəngə qabıdan. Amma çoplu polun nasosu через смеситель götürür. Termosmesitildir spesialli. Burada azaldıb çoxaltmaqda olur. Məsələn, indi bu dəqiqə hal-hazırda su birbaşa gedir. Kəsmişəm onun qabağını. Yəni maksimum dərəcəyə qoymuşam. Amma dərəcəni azaldanda burada fırladarıq. Nasos təkcə buradan yox, badaçadan yox, isti suyu həm abratkadan götürür. Baxın, belə olur bu. Bu abratkadır və abratkadan götürdüyü su ilə qarışdırır və məsələn kombidə 60 dərəcə verilibsə, bura 60 dərəcə yox, az gəlir də. Məsələn, tutaq ki, 50 dərəcə ya məsələn 45 dərəcə bunu bu smesitili fırlatmaqdan asılıdır. Yəni baxır siz neçəyə qoyun, nə qədər fırlatmışsınız, nə qədər dərəcəyə qoymuşsunuz. Və bu bizim bugünkü temaya aid əsas kollektorlarımız ivar kollektorudur. Qalovkalardır hamısı və rasxodamerlərdir. Çox adam bu cürə kollektoru yəni termostatlar olmayan yerdə, yəni termostat qoymurlar, otaqdakı termostatları qoymurlar və bu qalovkalar, servoprivodları da quraşdırmırlar. Çoplu pola bu cürə kollektor qoyurlar, bahalı kollektordur bu. Evet. Mən onu belə deyə də mənasını görmürəm də. Yəni bu cürə kollektoru çoplu pola bunarsız, termostatsız qoymaq heç bir mənası yoxdur. Həmişə yadınızda saxlayın. Sadə kollektorlardan qoyun,
onlar bundan da rahat işləyəcək. Əgər termostat qoymursunuzsa, qalovkalar, servoprivodları qoymursunuzsa. Bu bax mən dediyim bu servoprivodlar şeylə bir yerdə işləyir, həmən termostatlarla bir yerdə işləyir, otaqdakı termostatlarla. Bizdə deməli 3 dənə termostatdır. İndi burada mən уже bilmirəm də, elə ki bu ikisi bir hamamlarındır. Bu üçü bir zal kuxna bir yerdə və bu ikisi bir şeyində, koridorunda, girişin, holun. Mən orada gördünüz ki, videoda deməli temperaturları, hardakı temperaturları azaltdım. Relələr ki, iki yerdə, iki termostatda relələr bağlandı. Görə bilərsiniz ki, bax bu görürsünüz başları girib içəri. Kuxnada, holda və hamamlarda azaltdım və başlar girib. O deməkdir ki, baş girəndə içəri, başlıq girəndə orada ştok var şeydə. İndi bir dəqiqə göstərərəm. Görürsünüz bu ştoku. Bu ştoku bu termostat sıxır. Belə deyək, sıxanda bağlı deməkdir, bağlayır, konturu bağlayır və ora su gedir. Evet. Bu ştok yuxarı qalxanda isə onda su gedir. Təzədən qaytardım yerinə. Hal-hazırda bizdə ancaq belə deyək də şey işləyir, nədir onun adı? Zal kuxna işləyir. Burada da birləşmələrdir. Bunlar burada əsas odur ki, yəni neçə dənə kontur olanda bir termostatın üstündə onları gərək səhv salmayasınız da. Yəni hamama baxan konturları mütləq hamamın termostatına qoşmaq lazımdır. Əgər qarışdırsanız, onda aləm dəyəcək bir-birinə və sistem düzgün işləməyəcək. Belə dostlar. Baxın. Bu smesitildə böyük rol oynayır. Mən həmişə öz işlərimdə toplu polna radiator olan yerdə, bir yerdə, yəni həmişə bu smesitildən qoyuram. Çünki toplu pola qaynar su, yəni isti su getməli deyil qəti. Kstati, buradan da görmək olur. Məsələn, baxın, bu termoqalovkalar, yəni başlıqları açıqdır deyənəm. Rasxodomerdən də bilmək olur ki, kontur işləyir, yəni su gedir, yoxsa yox, dövr varsa, yoxsa yox. Burada görürsünüz, başlıqlar yuxarıdadır. Bu konturlar işləmir. Bu işləyir. Su aşağıdadır və bu başlıq yoxdur burada. Bu da batıb, bu da batıb. Yəni su çəkir içəri onu və başlıq, göy başlıq batır içəri. Hal-hazırda görə bilərik ki, yəni bu 1, 2, 3 kontur işləyir və burada 3 başlıq çölə çıxır. Qalanlar amma bağlı olan konturlar hamısı yuxarıdadır. Yəni dövr yoxdur. Belə dostlar. Mən öz işlərimdə həmişə məsləhət görürəm, yəni bu cürə işi görmək, termostat qoymaq. Çünki yəni iş bu cürə görüləndə hava otağın içində, mənzilin içində, yəni hardakı çopolpollar var, komfort olur da. Evet. Amma mən neçə dəfələrlə görmüşəm ki, yəni bunlar, yəni çox adam qoymur bu termostatları və sistemi mən göstərdiyim kimi yığmırlar və onda olur diskomfort, yəni çox isti, çox vaxtı çox isti hava olur, quru hava olur evin içində və belə deyək də, indi bilməyən adam onunla yaşayır və deyir ki, hər şey yaxşıdır. Amma bilən adam onunla məcburi olur, yaşayır o cürə hava ilə.
Ona görə də yəni belə deyə, o gec olur. Çünki bu sistem, yəni bu təkcə belə deyə də bunu götürüb bura yerləşdirməklə deyil də. Sistem çox bir şey, hər şey bir-birindən asılıdır. Yəni sonra переделка eləmək çox çətindir də. Yəni bu sistemi əvvəldən черновой remote-da mütləq eləmək lazımdır. Belə dostlar, videonu axıra qədər izləmişsinizsə çox sağ olun. Yəni xoşunuza gəlibsə like yerləşdirməyi unutmayın. İşlərinizi keyfiyyətli görün ya da gördürün, fərqi yoxdur. Hər halda elə olsun ki, evdə yaşayan adam narahatçılıq keçirtməsin sonradan. Nabarot, yəni rahat yaşasın və ustaya həmişə minnətdarlığını bildirsin. Sağ olun, salamat qalın.